Fluorsuz, ftorsuz, təbii bitkilərdən hazırlanmış diş macunu. Bu diş macununu istifadə edən insan nə diş qanaması, nə damaqlarda qanama, nə ağız boşluğunda yaranmış pis qoxu, hətta siqaret çəkən bəylər belə istifadə edə bilər ki, dişlərdə olan saralmanın qarşısını alsın. Qeyd edim ki, bax bu gördüyünüz ağ işarə o deməkdir ki, ağzolağın olması tam təbii olmasının göstəricisidir və tərkibində ramaşka, jenşen, başqa 7-8 bitkidən ibarətdir. Bir pasta 5-6 ailə üzvü üçün ən azından bir 4-5 aylıq istifadə üçündür və hər bir diş macununun üstündə isə diş ətlərini və damaqlarda olan qanamanın qarşısını almaq üçün xüsusi şotkası hədiyyə olaraq veriləcək. Bu diş macunu daimi evinizdə olmalıdır. Çünki niyə? Bütün xəstəliklər elə ağız boşluğundan başlayır. Düzgün şəkildə diş macunu seçimi edək ki, ağız boşluğumuzda hər hansı bir problem yaranmasın.